Sadəcə deyə bilərəm ki, onlar hadisəni eləyib, dördüncü şəxsi döyüb, halsız vəziyyətə gətirib 9 kilometrlik məsafədə qayadan aparmağa atanda bir yük maşınından istifadə eləmişdilər. Yük maşını da o vaxtki dövrün qanunlarına uyğun olaraq həyətdə saxlanılmışdı, qarajda saxlanılmamışdı, dövlət maşını idi. Maşın yerindən hərəkət eləyəndə tut ağacının altında dayanmışdı. Bir budaq ilişib maşının kuzov hissəsinə düşmüşdü və yaralını da, döyülmüş şəxsi də qayaya atanda o tut ağacının budağı ona ilişib 200 metr hündürlükdən dərəyə, çay kənarına düşmüşdü. Biz o budaq vasitəsilə həmən ağacı tapdıq, müəyyən elədik. Onların qırıldığı yeri tapdıq, kəsdik, götürdük, müəyyən müxtəlif ekspertizalar keçirməklə onun vahid ağac olmasını sübuta yetirdik və maşının sahibi müəyyən olundu. Maşının sahibi də o ölüm cəzası alanlardan biri oldu. Ölüm hadisəsini icra edənlərin içərisində ən fəalı idi. Həmin vaxtı mən Respublika prokurorluğunda, onda Respublika prokurorluğu adlanırdı. Baş prokurorluq Moskvada yerləşirdi. Mühüm işlər üzrə müstəntiq vəzifəsində işləyirdim. Cavan idim. Heç o vaxtı mən hələ ailə də qurmamışdım. Çünki orada qadınları balta və bıçaqla öldürmüşdülər. Belə bir görünüş yaratmışdılar ki, balta o qayadan atılan oğlanın özünə məxsus olub. O öldürüb. Baltanı sübuta yetirdik. Ustanı tapdıq, o baltanı kim düzəldib, hansı ağacdan kəsib və baltanın tiyəsi hansı mağazadan alınıb. Ümumiyyətlə, bunun tanınmasını keçirtdik. 4-ə yaxın vaxt sərf elədim mən ona və müəyyən elədik ki, balta hadisə törədilən ərazidə yaşayan, qətlə yetilən şəxslərin ailəsinə deyil, qatillərə məxsus. Baltanın rolu burada bu oldu.